Hər kəsə salam. Bu gün sizinlə birlikdə birinci hissə topludakı mövzulardan ibarət ümumi sınavı paylaşıram. Gəlin birinci suala baxaq. Birinci sualda bizə belə bir ardıcıllıq verilib. A-n bərabərdir 3n-1 bölünsün 5n plus 4. Burada həmişə uşaqlar çaşır və ədədi sistənin düsturunu yazırlar. A-n bərabərdir A1 plus n-1 n-1 D. Amma belə yazmamalıyıq. Niyə? Çünki burada bizə açar söz verilib ardıcıllıq. Həmişə sizə ardıcıllıq veriləndə bilin ki, bütün hədlər eyni düsturu ödəyir. Yəni, bir düstur verilib bizə, bütün hədlər bu düsturdan alınır. Ona görə də həmən bu həddi 3n-1 bölünsün 5n plus 4 həddini 11 bölünsün 24-ə bərabər eləməliyik. Bu tənliyi həll eləyək. 3n vurulsun 24-dən çıxılsın 24 bərabərdir 55n plus 44. 72 çıxılsın 55n. N'ləri bir tərəfə keçirtdik və ədədləri də bir tərəfə keçirdək. 44 plus 24. 68. 17n bərabərdir 68 alınır. N də bərabər olur 4-ə. Deməli, bizdən həddin nömrəsini soruşurdu. Həddin nömrəsi də 4-dür. Cavab C variantı. İndi isə keçək ikinci suala. İkinci sualda deyir ki, bizə 3 bucaq verilib. Əvvəlcə 3 bucaqlı şəklini çəkək. Kəsişmə nöqtəsi M-dir və M nöqtəsi ABC üçbucağın medianların kəsişmə nöqtəsidir. Medianların kəsişmə nöqtəsi isə median hər tərəfi yarıya bölür. AM MC-yə perpendikulyardır. İşarəmizi qoyaq və BM 12-dir. Biz bilirik ki, medianların kəsişmə nöqtəsinə təpədən başlayaraq, medianlar kəsişmə nöqtəsində təpədən başlayaraq 2-1 nisbətində bölünür. Ona görə də BM 12-dirsə, bura O deyək, MO tərəfi də 6 olacaq. Və AMC üçbucağına diqqət yetir, düzbucaqlı üçbucağına diqqət yetirək. Onu aşağıda çəkim ayrıca. AMC belə bir median çəkilib. Bura O'dur. Buranı da 6 verir. Biz düzbucaqlı üçbucaqda Evklit düsturunu yaza bilərik ki, h kvadrat bərabərdir mn. Və burada AO OC-yə bərabər olduğundan x deyək. Və düsturu yazaq. 6-nın kvadratı bərabərdir x-in kvadratı. Buradan da x-i tapırıq 6. Bizdən də AC-ni soruşurdu. AC də olacaq 2x bərabərdir 12. Cavabımız 12 A variantı. İndi isə keçək üçüncü suala. Üçüncü sualda bizə çevrə verilib. Çevrənin şəklini çəkək. O, S, Y, B və A. Mərkəzi O nöqtəsində radiusu 9 sm olan çevrənin xaricindəki S nöqtəsindən siyah kəsəni çəkilmişdir. Radius 9 sm-dirsə OY və OA 9 sm olacaq. AOC də 90 dərəcədir. CO isə 12-dir. CO 12-dirsə YS olacaq 3 sm. Və biz burada BC-ni soruşur. Biz bu çevrədə kəsənlərin düsturunu yaza bilərik. Kəsənlərin düsturu necə idi? Belə bir, məsələn, bura deyək A, bura deyək B, bura C, bura D. Bizdə belə bir düstur ödənir ki, A vurulsun ümumi uzunluq, yəni xaricdəki qalan nöqtə. A vurulsun ümumi uzunluq. C vurulsun yenə ümumi uzunluq C plus D. Bu düstur bizdə ödənir.
Bu düsturu bu çevrəyə tətbiq, yuxarıda verilmiş çevrəyə tətbiq etsək, deməli, hələ bizdə bu çevrə tam deyil. Hələ ki tətbiq edə bilmərik. Ona görə də o yeni uzadaq. Bura 9-dursa, yəni o'ya 9-dursa, burada 9 olacaq. Və indi düsturu tətbiq edə bilərik. Deməli, 3 vurulsun, 9 plus 9 plus 3 bərabərdir. BS vurulsun, AC ümumi uzunluq. 3 vurulsun, 21 bərabərdir. BS vurulsun, AC. Biz bu üçbucaqdan həmçinin AC, yəni AOC üçbucağından AC-nin tərəfinin uzunluğunu da tapa bilərik. Bu tapmağın sizə asan yolunu deyəcəm. Gəlin baxaq. AO 9-dur. OC 12-dir. Bizdən AC tərəfini tapmaq tələb olunur. Deməli, baxın, AO tərəfi 9-dur, OC tərəfi 12-dir. Bunun ortaq vuruğu nədir? 3-dür. Hər tərəfi 3-ə bölürük. 3 qalır. Yenə hər tərəfi 3-ə bölürük. 4 qalır. Biz xatırlamalıyıq ki, yadımızda saxlamalıyıq ki, həmçinin bunu 3-ə bölmüşdük. 3, 4, 5 olacaq və həmçinin bunu 3-ə vuracaq. 15. Deməli, AC tərəfi olacaq 15. Və bunu aşağıda yaza bilərik. 3 vurulsun 21 bərabərdir 15 vurulsun BS. Buradan biz BS tərəfini tapsaq 4,2 olacaq. Cavabımız 4,2 D variantı. İndi isə keçək 4-cü suala. Kitabxana üçün riyaziyyat, fizika və kimya kitabları alındı. Riyaziyyat kitabları alınmış bütün kitabların 46%, fizika kitabları isə riyaziyyat kitablarının 80%-ni təşkil edir. Kimyadan 43 kitab alınıbsa, cəmi neçə kitab alınıb? Deməli, yazaq. Riyaziyyat, fizika, kimya. Ümumi kitablar X olsun. Riyaziyyat kitabları alınmış bütün kitabların 46%-ni. Fizika kitabları isə riyaziyyat kitablarının 80%-ni təşkil edir. 0,8-ə vuranda 0,368x alınacaq. Kimya kitabları isə 43 nədir? Və biz belə bir tənlik qura bilərik ki, 0,46x plus 0,368x plus 43 bərabərdir x. Buradan yaza bilərik ki, həmçinin x-ləri bir tərəfə keçirdək. Və x-i tapaq. 43 vurulsun 1000 bölünsün 172. Bərabərdir 250. Deməli, x-də bütün kitabları təşkil edildiyinə görə cavabımız B olacaq. 250. İndi isə keçək 5-ci suala. 5-ci sualda deyir ki, x, y cütü bu verilmiş tənliyin kökü olarsa x plus y cəmini tapın. Tənliyi yazaq. X kvadrat çıxılsın 3xy plus 5y kvadrat üstə gəlsin 3x üstə gəl y plus 5 bərabərdir 0. Bu tənliyi biz görəndə əvvəlcə çevrənin tənliyini qurmaq yadımıza gəlir. Amma burada onu tətbiq eləyə bilməyəcəyik. Niyə? Çünki baxın x kvadrat var, xy var, 5y kvadrat var. Amma burada heç bir üstü kvadrat yarada bilmərik. Ona görə də biz başqa yoldan istifadə eləyəcəyik. Gəlin əvvəlcə
x-ləri yan-yana, y-ləri yan-yana yazaq. X kvadrat çıxılsın 3xy plus 3x plus 5y kvadrat plus y plus 5 bərabərdir 0. Burada x-i mötərizə xaricinə çıxartsaq, çıxılsın 3y çıxılsın 3x plus 5y kvadrat plus y plus 5 bərabərdir 0. Və biz burada x-dən asılı kvadrat tənliyi aldıq. Həmçinin bizə deyir ki, x-y cütü tənliyin kökü olarsa. Yəni biz bilirik ki, bu tənliyin kökü var. Hər hansı bir tənliyin hər hansı kökü var. Tənliyin kökünün də olması üçün diskriminant böyük bərabərdir 0 olmalıdır. Onda biz bunu kvadrat tənliyi kimi təsəvvür eləsək, onda biz yaza bilərik ki, diskriminantın düsturu b kvadrat çıxılsın 4ac düsturundan istifadə edərək, burada b-nin yerində 3y çıxılsın 3 durur. 3y çıxılsın 3-ün kvadratı çıxılsın 4. A-nın yerində 1 durur. X-in qabağındakı əmsal 1-dir. Baxın. C isə budur. 5y kvadrat plus y plus 5 bərabərdir 0. Tənliyi həll edək. Diskriminant bərabərdir 9y-in kvadratı çıxılsın 18y plus 9 çıxılsın 4 vurulsun 5y kvadrat çıxılsın 4y çıxılsın 20 bərabərdir 0. Diskriminant bərabərdir mənfi 11y kvadrat çıxılsın 22y çıxılsın 11 bərabərdir 0 tənliyini aldıq. Daha doğrusu böyük bərabərdir 0 eləməliyik. Diskriminantı böyük bərabər 0 eləməliyik. Çünki burada yazmışdıq da diskriminant bərabərdir, diskriminant böyük bərabərdir 0. Hər tərəfi mənfi 11-ə bölə bilərik. Y kvadrat plus 2y plus 1 kiçik bərabərdir 0. Mənfiyə böldüyümüzə görə işarə dəyişəcək. Bu isə y plus 1 üstü kvadrat. Bunun açılışıdır. Və biz bilirik ki, bu müsbət ədəddir. Bu heç vaxt mənfi ola bilməz. Ona görə də yalnız bir halımız var ki, bu 0 ola bilər. Y plus 1 bərabərdir 0 ola bilər. Y də bərabərdir mənfi 1. Bizdən nəyi soruşur? X plus y cəmini soruşur. X-i tapmalıyıq. X-i tapmaq üçün bizə ən birinci verilən tənlikdə y-i yerinə qoyub x-i tapmaqdır. X kvadrat plus 3x plus 5 plus 3 çıxılsın 1 üstə gəlsin 5 bərabərdir 0. Tənliyi həll edək. X kvadrat plus 6x plus 9 bərabərdir 0. Və buradan alırıq x plus 3-ün kvadratı bərabərdir 0. X də bərabərdir mənfi 3. Deməli, y-imiz mənfi 1, x-imiz də mənfi 3 oldu. Bizdən isə soruşur x plus y cəmini. Mənfi 4. Cavabımız mənfi 4-dür. Cavab Y variantı. İndi isə keçək 6-cı suala. Altıncı suala keçək. 6-cı sualda bizdən nə soruşur? A və B qarşılıqlı sadə ədədlərdir. Əkob AB 126 olarsa, A plus 18 bölünsün B bərabərdir 16 olarsa, A plus B cəmini tapın.
A və B qarşılıqlı sadə ədəddirsə, biz deyə bilərik ki, onların əkobu bu ədədlərin hasilinə, əbobu isə birə bərabərdir. Bizdən də əkobu verib, əkob AB bərabərdir 126 yazdıq və belə bir bərabərliyi verir. Bu bərabərliyi ortaq məxrəcə gətirək, sadələşdirək daha doğrusu. Baxın, bizə AB-ni verib. AB-ni verdiyinə görə gəlib burada yerinə qoyaq. 126 plus 18 bölünsün B bərabərdir 16. Toplayaq. 144 bölünsün B bərabərdir 16. B-ni də tapırıq ki, 144 bölünsün 16. O da eləyir. 4-ə bölsək hər tərəfi 4. Cavab 9 eləyir. B 9-dur. Bizdən yenə A plus B cəmini soruşur. A-nı da tapacağıq, baxın bu tənlikdən. Yəni bu bərabərlikdən. 126-nı böləcəyik 9-a. Eləyəcək 14. A plus B cəmi də olacaq 14 plus 9 bərabərdir 23. Cavabımız C bəndidir. İndi isə gəlin keçək 7-ci suala. 7-ci sualda bizə deyir ki, ABCD düzbucaqlı trapesiyasında bucaq A 90 dərəcə, B 90 dərəcə, AB 6 sm. AC perpendikulyardır B-də olarsa, AD vurulsun B-si hasilini tapın. Gəlin əvvəlcə biz trapesiyanın şəklini çəkək. Bir dəqiqə. Bizdən soruşur ki, AB 6-dır. Bizdən soruşur ki, AD vurulsun B-si hasilini tapın. Əslində biz bunu düzbucaqlı trapesiyada belə bir düstur var ki, hazır. Bura məsələn H olsa, AB H-dır, BC M-dir, AD də N olarsa, düzbucaqlı trapesiyada H kvadrat bərabərdir MN düsturu ödənilir. Ona görə də biz AD vurulsun B-si bərabərdir 6-nın kvadratı, yəni 36 yazıb elə birbaşa cavabı Y qeyd eləyə bilərik. Cavabı Y qeyd eləyə bilərik. Amma gəlin mən sizə bu düsturun isbatını göstərim, hardan alındığını göstərim. Baxın, bu hissəni uzatsaq, baxın. Bu hissə, yəni AC hissəsi bu hissə ilə paralel olacaq. Çünki biz burada paraleloqram qurmaq istəyirik də. BC hissəsi də bu hissə ilə paralel olacaq. Yəni bu paraleloqramdır. Baxın, bu hissədə diaqonalların kəsişmə nöqtəsi 90 dərəcədir deyə. Baxın, elə bil ki, bizə belə paralel xəttlər verilib və belə bir şey çəkilib. Məsələn, bura məsələn 90 dərəcə əmələ gətirirsə, onda burada 90 dərəcə olacaq. Niyə? Çünki bunların cəmi 180 dərəcədir. Bunların cəmi 180 dərəcə olduğundan bura 90-dırsa, burada 90 olacaq. Ona görə də biz bura 90 dərəcə qeyd eləyə bilərik. İndi diqqətlə baxın. Bu üçbucaqda bura 90 dərəcədir. Bura isə hündürlükdür. Bura H olsun. Burada A olsun. Burada
B olsun. Biz burada əvvəlki suallarda qeyd elədiyimizə görə h kvadrat bərabərdir AB düsturunu yaza bilərik. Yəni Evklit düsturunu yaza bilərik. H da 6 olduğuna görə 6-nın kvadratı bərabərdir AB, o da bərabərdir 36 eləyir. Cavabımız 36 olur. Niyə? Çünki baxın, bu BC tərəfi parallelogram olduğuna görə qarşı tərəflər bərabərdir. Həmçinin bu hissədə elə bizə AD tərəfini verir. Bura BC-dir, bura AD tərəfidir. Onda cavab 36 olur. Yəni buradan alınır. Yenə cavabımız Y variantı olur. İndi keçək 8-ci suala. 8-ci sualda bizə deyir ki, 2 kiçikdir A, kiçikdir 3, 6-da 1 kiçikdir B, bu da kiçikdir 4-də 1 verilib. Bizdən bu ifadəni sadələşdirin. Bunu soruşur. Biz əvvəlcə A bölünsün B nisbətini tapmalıyıq. Biz A bölünsün B nisbətini tapanda çarpaz böləcəyik. Amma vurma olanda, çıxma olanda, üstə gəlmə olanda alt-alta bu cür əməliyyat aparacağıq. Yəni, həll eləyək. 3-ü bölürük 6-da 1-ə, 2-ni bölürük 4-də 1-ə. 8 kiçikdir A bölünsün B, o da kiçikdir 18. İndi gəlin birinci modulu həll eləyək. Birinci modulda A bölünsün B nisbəti 8 ilə 18 aralığında olduğuna görə müsbət olacaq. Yəni 8 ilə 18 aralığındakı istənilən ədəddən 7-ni çıxsa, biz müsbət ədəd aldığımıza görə elə moduldan olduğu kimi çıxacaq. Amma digər 5 çıxılsın A bölünsün B, burada isə biz görürük ki, A bölünsün B nisbəti yenə 8 ilə 18 aralığında olduğuna görə, yəni 5-dən 8 ilə 18 aralığında olan istənilən ədədi çıxanda mənfi ədəd aldığımıza görə moduldan bunun əksini çıxaracağıq. A bölünsün B çıxılsın 5. İndi bunları toplamalıyıq. Toplayanda 2A bölünsün B çıxılsın 12 alırıq. Cavabımız B variantı. İndi isə keçək 9-cu suala. Doqquzuncu sualda bizə verilib ki, A plus kökdə A bərabərdir 4. Bizdən A kvadrat çıxılsın 9A ifadəsinin qiymətini tapmağı soruşur. Deməli, kökdə olan həddi bir tərəfə keçirdirik və bunu kökdən azad edirik ki, hər tərəf A və A kvadratından ibarət olsun. Kvadrata yüksəldək. 4 çıxılsın A-nın kvadratı, 16 çıxılsın 8A plus A kvadrat. İndi hər həddi bir tərəfə keçirdək. A kvadrat çıxılsın 9A üstə gəlsin 16 bərabərdir 0. Baxın, bizdən də A kvadrat çıxılsın 9A-nı soruşur və burada hazır qiymət var. Olacaq mənfi 16. Cavabımız Y bəndi. İndi isə keçək 10-cu suala. Onuncu sualda bizə kökdə ifadə verilib. Bu ifadəni sadələşdirməyimizi soruşur bizdən. Biz əvvəlcə iç-içə köklər görəndə əvvəlcə ən içdəki kökü həll eləməyə çalışacağıq. 7 plus 4 kökdə 3. Bu kökü həll eləmək üçün əvvəlcə biz bir düsturu xatırlamalıyıq ki, A kvadrat plus B kvadrat plus 2AB. Baxın, buradan da A plus B müxtəsər vurma düsturundan yazırıq.
Buradan da çıxacaq A plus B. Burada A kvadrat plus B həddi 7-ni, 2AB həddi isə 4/3 ifadə edəcək. İndi biz bunu həll etməyə çalışaq. A kvadrat plus B kvadrat bərabərdir 7. 2AB isə 4/3 ifadə edir. Bunu sadələşdirək. AB bərabərdir 2/3. Biz buradan biraz düşünməliyik ki, A ilə B nə olacaq? A 2 olsa, B də olacaq -3 olsa əgər, bunların kvadratı 7-ni verəcək. Kvadratları cəmi 7-ni verəcək və doğrudur. Deməli, bu köşdən çıxacaq 2 plus -3. Zaten müsbət olduğuna görə mənfi müsbətini yoxlamırıq da. Əsasən çıxma olanda baxacağıq ki, biz müsbət alınır falan. Onları yoxlayacağıq. Mənfi olanda biraz problem yaranır. İndi bu həddi gətirib bura qoyacağıq və böyük kökü həll etməyə çalışırıq. 2 plus -3 4 plus 2/3. İndi isə bu kökü şifahi göstərəcəm sizə. Baxın. Bu 2AB-dir. AB nə olur? 2-yə böləndə kök 4 olur. Nə həddi ola bilər kvadratları cəmi kök 4-ün parçalasaq? 1 ola bilər, bir də kök 4 ola bilər. Yəni 1-in kvadratı üstəgəlsin kök 4-ün kvadratı ilə 4-ü verəcəyinə görə 1 plus kök 4-ün kvadratı həddimizin cavabı olacaq. 1 plus kök 4. Deməli, ən son cavabımız oldu 1 plus kök 4. İndi gətirək bu tənliyimizdə yerinə qoyaq. 1 plus kök 4 plus 7 çıxılsın kök 4. Cavab alındı 8. Cavabımız D variantı. İndi isə keçək 11-ci suala. 11-ci sualda bizə paralel düz xətlər verilib. A ilə B paraleldir. A ilə B düz xətləri paraleldir. Bucaq 1 və bucaq 2-nin dərəcə ölçülərinin nisbəti 3/2 nisbətindədir. Bucaq 2-ni tapın. Paralel düz xətlərdə biz burada müxtəlif üsullarla həll etmək olar. Gəlin, mən bu üsulla həll edeyim. Bucaq 2 və burada bucaq 2 bərabər olacaq. Çünki bunlar çarpaz bucaqlardır. Və həmçinin bucaq 1 ilə bucaq 2 burada cəmləri 180 dərəcə olacaq. Çünki onlar qonşu bucaqlardır. Bucaq 1-in nisbəti 3x, bucaq 2-nin nisbəti isə 2x nisbətindədir. Cavab 180 dərəcə. Bunu həll eləyək. 5x bərabərdir 180 dərəcə. X də bərabərdir 36 dərəcə. Bucaq 2-ni tapsaq, eləyəcək 72 dərəcə. Cavabımız Y variantı. İndi isə gəlin keçək 12-ci suala. İkinci sualda bizə verilib ki, Araz və Gündüz. Araz təklikdə bir işi 9 günə, Gündüzlə birlikdə isə 6 günə yerinə yetirir. Gündüz bu işi təklikdə neçə günə yetirər? X günə yerinə yetirər. Baxın, bu iş məsələlərində bizim konkret bir düsturumuz var. Məsələn, birinci insan bir işi təklikdə A günə yerinə yetirirsə, ikinci B günə yerinə yetirirsə, onlar birlikdə C günə yerinə yetirir. Və biz belə bir düstur yaza bilərik ki, 1 bölünsün A plus 1 bölünsün B bərabərdir 1 bölünsün C. Bu düsturu burada tətbiq eləsək, 1 bölünsün 9 plus 1 bölünsün X bərabərdir 6-da 1. Rahatlıqla biz artıq bu tənliyi həll edib cavabı tapa bilərik.
1 bölünsün x bərabərdir. 1 bölünsün 6 çıxılsın 9-da 1. Ortaq məxrəcə gətirək. X bərabərdir 18. Deməli, gündüz bu işi təklikdə 18 gündə yerinə yetirər. Cavabımız C variantı. İndi isə keçək 13-cü suala. Əvvəlcə bizə verilmiş paralelogramın şəklini çəkək. Burada bizə deyir ki, ABCD paralelogramında D bucağının tənböləni BC tərəfini Y nöqtəsində kəsir. D bucağının tənböləni, bura qoyuruq alfa, alfa. BC tərəfi ilə AD tərəfi paralel olduğuna görə biz burada çarpaz bucaqlar alırıq. DYS bucağı ilə ADY bucağı çarpazdır, yəni çarpaz bucaqlar da bir-birinə bərabərdir. Burada biz YSD üçbucağından görürük ki, YS tərəfi ilə DS tərəfi bərabərdir. Sualın davamını oxuyaq. Y nöqtəsinin DC tərəfindən məsafəsi 6 cm-dir. Yəni, Y nöqtəsindən DC tərəfinə çəkilmiş hündürlük 6 cm təşkil edir. Həmçinin, bərabər yanlı üçbucaq olduğundan D tərəfindən YS tərəfinə çəkilmiş hündürlük də 6 cm olacaq. Bunu bir kənarda çəkim ki, daha aydın görəsiniz. Bu Y tərəfi, bu S tərəfi, bu da D tərəfi. Deməli, bunlar bərabərdir. Bu 6 cm-dirsə, bu da 6 cm olacaq. Niyə? Çünki bunlar bərabər yanlı üçbucaqdır. Bərabər yanlı üçbucaqda bu tərəf məsələn A olsa, YS tərəfi, DS tərəfdə A olsa, deməli bunların hündürlükləri də bərabərdir. Çünki niyə? Çünki bunun məsələn sahəsi var. 6A bölünsün 2-dirsə, AH bölünsün 2. Baxın, burada hündürlük 6 olur istənilən halda eyni tərəfə çəkilmiş hündürlüklər. Bizə başqa bir şərt də verib ki, SABY üstə gəlsin SDYS bərabərdir 18 cm². Biz bu düsturdan bir doğruluq çıxarda bilərik ki, paralelogramda. Baxın, bu Y tərəfi olsun. A, B, C, D. Deməli, baxın, bunlar bərabərdir. Onda bu da qarşı tərəf olduğuna görə DC tərəfinə AB tərəfi bərabərdir. Bu A desək, bu A, bu da A. Burada B desək BY tərəfinə, onda AD tərəfi də olacaq A plus B. Biz həmçinin bayaq dedik ki, D-dən YS-yə qədər olan hündürlük də 6-dır. D-dən C-yə qədər olan hündürlük elə indi çəkdiyim xaricə düşən hündürlüyə bərabərdir. Yəni, bu 6-dırsa, bu hündürlük də 6 olacaq. Y-dən AD-yə çəkilmiş hündürlük də 6 olacaq. Həmçinin A-dan B-yə tərəfinə çəkilmiş xarici hündürlük də 6 olacaq. Deməli, onda biz buradan bir nəticə əldə edə bilərik ki, SABY üstə gəlsin SDYS bərabərdir SAYD-yə. Niyə? Çünki, baxın, məsələn, DYS üçbucağına baxın, 6 vurulsun A bölünsün 2, üstə gəlinsin, B vurulsun, 6 bölünsün 2, bərabərdir A plus B bölünsün 2-yə. Baxın, bunları da toplayanda, burada altını yazmağı unutdum, hündürlüyü. Aha.
Baxın, bunlar toplayanda bu bərabərlik yəni doğru olur. Ödənilir. Ona görə də biz deyə bilərik ki, bu 18-ə bərabərdirsə, A7 də 18-ə bərabərdir. Bizdən də cavabda AD-ni soruşur. A7 bərabərdir 6 vurulsun A plus B bölünsün 2 bərabərdir 18-ə. A plus B də bərabərdir 6-ya. Baxın, cavab elə A plus B də elə AD-ni təşkil edir də. Cavab Y variantı. İndi isə keçək 14-cü suala. Sualda bizə deyir ki, ana qızından 4 dəfə böyükdür. Ana qız. Qızın x yaşı varsa, ananın 4x olacaq. Çünki 4 dəfə böyükdür. 3 ildən sonra o qızından 3 dəfə böyük olacaq. 3 ildən sonra ana qız hər birinin yaşı artmış olacaq da bildiyimiz kimi. 4x plus 3. 4x plus 3 bərabərdir 3 vurulsun x plus 3. 4x plus 3 bərabərdir 3x plus 9. X də bərabərdir 6. Deməli, qızın indiki yaşı 6-dır. İndi isə keçək 15-ci suala. 15-ci sualda deyir ki, fərqi 40 olan iki ədəddən kiçiyinin 60%-i böyüyünün 40%-nə bərabər olarsa, bu ədədlərin hasilini tapın. Böyük ədəd A olsun, kiçik ədəd B olsun. A-dan B-ni çıxanda 40 qalır. İki ədəddən kiçiyinin 60%-i böyüyünün 40%-nə bərabərdir. Kiçiyinin 60%-i 0,6B bərabər böyüyünün 40%-i 0,4A bərabər olur. Deməli, bunları sadələşdirmək üçün hər tərəfi 10-a vururuq. 6B bərabərdir 4A. Hər tərəfi 2-yə bölürük. Daha da sadələşdirmək üçün 3B bərabərdir 2A. Sonra A bölünsün B nisbətini yazırıq. Baxın, buradan da biz bilirik ki, A 3x, B isə 2x-ə bərabərdir. Tənasübün xəstələrindən birinə görə. Aha, indi biz bu tənlikdə yerinə qoyaq. 3x çıxılsın 2x bərabərdir 40. X də bərabərdir 40-a bərabər olur. Bizdən də soruşur ki, bu ədədlərin hasilini tapın. Bu ədədlərin hasili 6x kvadratına bərabərdir. 6 vurulsun 40-ın kvadratı, o da bərabərdir 1600 vurulsun 6, o da 9600. İndi isə keçək 16-cı suala. 16-cı sualda deyir ki, dəqiqə. 16-cı sualda deyir ki, modul x kiçik bərabərdir 2x çıxılsın x kvadrat. Bərabərsizliyini həll edin. Bu bərabərsizlikdə 3 hal mövcuddur. Birinci hal x böyükdür 0, ikinci hal x kiçikdir 0, üçüncü hal isə x bərabərdir 0. Biz buna uyğun x-i moduldan çıxaracağıq. İlk öncə x böyükdür 0 halında tənliyimizi həll edək. Bərabərsizliyimizi həll edək. X kiçik bərabərdir 2x minus x kvadrat. X kiçikdir 0 olan hal isə mənfi x kiçik bərabərdir 2x çıx x kvadrat. X bərabərdir 0 olan halında isə 0 kiçik bərabərdir 2x çıxılsın x kvadrat. İndi isə bu tənlikləri bir-bir həll eləməliyik. Sonra da alınan cavablarımızı birləşdirməliyik. Çünki hər üç hal ödənilir də, yəni hər üç hal ola bilər. Deməli, biz
x kvadratın qabağını həmişə müsbət saxlamaq daha əlverişli olar. Çünki indi görəcəksiniz, həll edək. Baxın. X kvadratını sol tərəfə keçirdək. X kvadrat 2x-i də sol tərəfə keçirdək. Olur mənfi x kiçik bərabərdir 0. X-i mötərizə xaricinə çıxartsaq, x minus 1 kiçik bərabərdir 0. Sonra interval qururuq. Hər ikisi daxildir. Sıfır, 1. Baxın, x-in qabağı müsbət olduğuna görə x-lərin qabağı biz sol tərəfdən, sağ tərəfdən sol tərəfə doğru plus, minus, plus ardıcılığı ilə hərəkət eləyəcəyik. Əgər yox, siz x kvadratının qabağını mənfi saxlamaq istəsəniz, onda bir rəqəm qoyub yoxlamalısınız. Amma bu üsul daha məsləhətlidir, bu üsul daha sadədir, yəni bununla etmək məsləhətlidir. İndi isə ikinci bərabərsizliyimizə keçək. Yenə x kvadratının qabağın mənfi olduğuna görə sol tərəfə keçirdək. X kvadrat 2x-i də sol tərəfə keçirdək. Mənfi 3x kiçik bərabərdir 0. X-i də mötərizə xaricinə çıxartsaq, x çıxılsın 3 kiçik bərabərdir 0. İnterval quraq. Hər ikisi daxildir. 0 və müsbət 3. Baxın, x-in qabağı yenə müsbət olduğuna görə sağdan sola doğru plus, minus, plus ardıcılığı ilə gedəcəyik. Deməli, bunun qabağında, deməli, x-in kvadratı 3-cü tənlikdə mənfi olduğuna görə sol tərəfə keçirdik, müsbət edirik. Yenə 2x-i də sol tərəfə keçirdirik. Kiçik bərabərdir 0. X-in mötərizə xaricinə çıxartsaq, x çıxılsın 2 kiçik bərabərdir 0. 0 daxildir. Tənliyin kökləri 2 də daxildir. Yenə plus, minus, plus ardıcılığı ilə gedirik. Və baxın, indi baxın, bu işarələrə baxaq. Kiçik bərabərdir, kiçik bərabərdir, kiçik bərabərdir. Deməli, mənfi olan hissəni ştrixləyirik. Yəni, kiçik olanda mənfi hissəni ştrixləyirik. Böyük bərabər olanda isə müsbət hissəni. Deməli, indi yazdığımız bərabərsizlərin həllərini tapmağa keçək. Baxın, burada birinci halda x böyüdür 0 yazılıb və həll 0-dan 1 aralığıdır. Yəni, 0-dan böyüdür deyə, yəni həllimiz elə olacaq 0, 1 aralığı. İkinci hissədə isə x kiçikdir 0 verildiyinə görə və cavablar çoxluğu isə, həllər çoxluğu 0 ilə 3 aralığında olduğundan, yəni bu boş çoxluq olur, yəni ödənmir. Yəni həm kiçik 0 olsun, həm də 0 ilə 3 aralığı ola bilməz, mümkün deyil. Ona görə də boş çoxluq. Digərində isə x bərabərdir 0 və 0 ilə 2 aralığında olduğundan bunun kəsişməsi 0 olur. Deməli, cavabımızı isə sonda birləşdiririk. 0, 1. Cavabımız isə sonda 0, 1 aralığı oldu. İndi isə keçək 17-ci suala. Fiquru çəkək. A, B, C, D. ABCD dördbucaqlısının təpələrindən onun diaqonallarına paralel düz xəttlər çəkilmişdir. Deməli, BD diaqonalı və AC diaqonalını çəkək. Deməli, AC diaqonalı bu tərəfə, yəni bu tərəflərə paraleldir. Həmçinin BD diaqonalı da bu tərəflərə paraleldir. Gəlin bu böyük dördbucaqlını da adlandıraq. A', B', C' və D' şəklində adlandıraq. Baxın, indi A, O, B, A' dördbucaqlısı paraleloqramdır. Həmçinin A, D', D və O, B,
O, S, B ştrix, həmçinin O, D, S ştrix və S. Hər biri paralelogramlardır, çünki qarşı tərəflər paraleldir. Paralelogramda belə bir qayda var ki, məsələn, bura S-dirsə, diaqonal çəkilib ki, burada S olacaq. Yəni diaqonal sahəni yarıya bölür. Daha doğrusu bu S1 deyək, buna da S1 deyək. İndi bura S2 olarsa, burada S2 olacaq. Bura S3 olarsa, burada S3 olacaq. S4 olarsa, burada S4. Hamısı diaqonalların bölündüyü bərabər sahəli üçbucaqlar olacaq. Deməli, bizə verilib ki, ABCD dördbucaqlının sahəsi, yəni S1 plus S2 plus S3 plus S4 20 cm kvadratdırsa, onda şişiklənmiş hissənin sahəsini tapın. Şişiklənmiş hissə də elə buna bərabər olacaq. Cavab 20 cm kvadrat. İndi isə keçək 18-ci suala. 18-ci sualda deyir ki, 220-dən kiçik bütün natural ədədlərdən 6-ya bölünənlər A çoxluğunu, 8-ə bölünənlər isə B çoxluğunu təşkil edərsə, yalnız B-də olanların sayını tapın. Əvvəlcə biz çoxluğu çəkək. Bura A çoxluğu olsun, burada B çoxluğu olsun. Deyir 220-dən kiçik. Birinci 6-ya bölünənlər olsun. İkinci 8-ə bölünənlər olsun. Üçüncü isə hər ikisində olansa 24-ə bölünənlər olacaq. Çünki 6 ilə 8-in əkobu 24-dür. Deməli, biz tapmalıyıq. 6-da 6, 12 gedir belə. Bunun ən sonuncusunun 220-dən kiçik ən kiçiyini tapmaq üçün 220-ni 6-ya böləcəyik. Qalığımız 4 oldu. 6-nı 36-ya vurub da tapa bilərsin, amma 220-dən 4-ü çıxanda elə 216 olacaq. Sonra 8-ə bölünənlər olacaq. 8, 16 və belə gedir. 220-ni də yenə böləcəyik 8-ə. 2, 8-in 16. Yenə qalığımız 4 oldu. 220-dən 4-ü çıxırıq. 216. 24-ə bölünənlər isə 24, 48 və gedir belə. Yenə 220-ni böləcəyik 24-ə. 4, 9-un 36, 3 yadda, 216. Yenə 4 qalıq qaldı. Cavab olacaq 216. Deməli, bu 36 böldük, 36 alındı, 27 alındı, 9 alındı. Bu sayı göstərir. Baxın. Məsələn, indi bu sayı da tapmaq üçün ədədi silsilənin düsturu necə idi? A-n bərabərdir. A1 plus n-1 D idi. Buradan n-i tapmaq üçün A-n minus A1 bölünsün. D üstə gəlsin 1 düsturundan istifadə edəcəyik. Və bu n-i də tapmaq üçün, baxın, məsələn, 216-ya görə eləsək bunu. Yeni səhifə açın. Baxın. Məsələn, n 6-ya bölünənlər. 216-dan 6-nı çıxsaq, aradakı fərqə bölsək, üstünə 1 gəlsək. 210 bölünsün 6, üstə gəlsin 1. 1. Baxın, 36 dənə buradadır və 36 dənə də burada görsədir. Yəni, 36 dənə ədəd var. N 8-ə bölünənlərin sayı isə 216-dan 8 çıxırıq. Bölürük 8-ə, üstünə 1 gəlirik. 208 bölünsün 8, üstünə 1 gəlirik. 208-in 16, 26 üstə gəlsin 1, 27. Baxın, n ilə burada da 27 oldu və sayı 27-dir. N 24-ə bölünənlərin sayı isə 216
çıxılsın 24 bölünsün 24 üstünə gəlinsin 1. Alınır necə? 192 bölünsün 24 üstə gəlsin 1. Üstə gəlsin 1. 9 alınır. Baxın, burada 9 alındı və burada da 9 alındı. Deməli, enimiz 9-dur. O deməli, ortaq, yəni 24-ə bölünənlər olacaq 9 dənə. Yalnız A-da olanları tapmaq üçün 36-dan 9-u çıxacağıq, yəni 27. Yalnız B-də olanları tapmaq üçün 27-dən 9 çıxacağıq, 18. Bizdən isə yalnız B-də olanları soruşduğuna görə N, B-A bərabər olacaq 18-ə. İndi isə keçirik 19-cu suala. 36x kvadrat çıxılsın y kvadrat üstə gəlsin 12x üstə gəlsin 1 çox həddisini vurğulara ayırın. 36x kvadrat üstə gəlsin 12x plus 1 şəklində çıxılsın y kvadrat şəklində qruplaşdırırıq. X-ləri bir tərəfə gətirdik və bu 6x plus 1-in mötərizə üstü kvadratıdır. Müxtəsər vurma düsturuna görə. Və yazırıq 6x plus 1-in kvadratı çıxılsın y-in kvadratı. Bunu da a kvadrat çıxılsın b kvadrat bərabərdir. A çıxılsın b, a plus b düsturu şəklində açırıq. 6x plus 1 çıxılsın y, 6x plus 1 plus y. Və cavabımız bu şəkildə olacaq. İndi isə keçirik 20-ci suala. Trapesiyanı çəkək. Orta xətti 4 cm-dir. Oturacaqlarından birinə bitişik olan bucaqların cəmi 90 dərəcədir. Baxın, trapesiyanı adlandıraq. A, B, C, D. ABC bucağı kör bucaqdır və BCD bucağı kör bucaqdır. Bunların bucaqlarının cəmi 90 dərəcə ola bilməz əlbəttə ki. Ona görə bu bucaqların cəmi 90 dərəcə olacaq. Bu alfadırsa, bu da 90 dərəcə çıx alfadır. Trapesiyanın oturacaqlarının orta nöqtələrini birləşdirən parçanın uzunluğu 1 cm olarsa. Baxın, bu parça deyir ki 1 cm-dir. Baxın, bu 1 cm-dir. Burada bizdə bitişik bucaqların cəminin 90 dərəcə olması və orta xətt, yəni bunların yarıya bölünməsi bizə bir şey deməlidir. Biz buradan belə bir xətt çəkə bilərik. Daha sonra elə çəkməliyik ki, AB-yə paralel olsun. Buradan da çəkirik, CD-yə paralel olsun. Baxın, buradan bu alfadırsa, bununla bu tərəflər paralel olduğundan bu alfadırsa, bu da alfa olacaq. Uyğun bucaqlardır. Burada da həmçinin bu tərəflər paralel olduğundan bura 90 çıx alfadırsa, bu hissə də 90 çıx alfa olacaq. Deməli, bu bucaqların cəmi 90 dərəcədirsə, bu üç bucaqda təpə bucağı da 90 dərəcə olacaq. Deməli, bu düz bucaqlı üç bucaqdır. Düz bucaqlı üç bucaq olduğundan biz belə bir nəticə əldə edirik ki, həmçinin, baxın, bu paraleloqramdır. Niyə? Çünki biz buradan paralel çəkdik. Buradan paralel çəkdik. Və həmçinin bu hissələr də paralel olduğundan paraleloqramdır. Bu hissə və bu hissə bərabərdir. Məsələn, bura A olsa, burada A olacaq. Burada zaten A-dır, bərabərdir. Onda bu hissə də A olacaq. Çünki bunlar da zaten paraleldir. Və biz əldə edirik ki, bu yarıya bölünmüşdür də. Bu hissə də yarıya bölünən xətt olduğundan
Və biz belə nəticəyə gəlirik ki, bura məsələn x olsa, bura x bölü 2 olacaq, bu hissədə x bölü 2 olacaq. Yəqin ki, başa düşdünüz. Deməli, düzbucaqlı üçbucaqda təpədən çəkilmiş median, baxın, bunu ayrıca hissədə çəkim ki, daha aydın olsun. Baxın, düzbucaqlı üçbucaqdır. Belə bir median çəkilib, o zaman burada bərabər olacaq. Bura x bölü 2-dirsə, burada x bölü 2 olacaq. Bu x bölü 2 də 1-ə bərabər olduğundan x bərabər olacaq 2-yə. Oturacaqlarını tapın deyir bizə. Həmçinin burada biz bildik ki, x 2-dir. Artıq biz orta xəttində düsturunu yaza bilərik ki, 2a üstə gəlinsin, 2a plus 2 bölünsün 2. Baxın, bu birinci kiçikdir, bu isə böyükdür. Yəni, böyük oturacaqdır. Bu kiçik oturacaqdır, bu isə böyük oturacaqdır. A plus B bölünsün 2 düsturundan orta xətti də 4 verib. 4a plus 2 bölünsün 2 bərabərdir 4. Daha sonra bunu da həll edirik. 2a üstə gəlsin 1 bərabərdir 4. A da bərabərdir 1,5. Oturacaqları da tapmaq üçün baxın, kiçik oturacaq 2a-dır. 2a. A 1,5 tapdığımıza görə 3 olacaq. Böyük oturacaq isə 2a üstə gəlsin 2 olduğundan 5 olacaq. Deməli, cavabımız 3 və 5. İndi isə keçirik 21-ci suala. Birinci sualda bizə deyir ki, x böyükdür 0. Və belə bir tənlik verilib bizə. 1 plus x bölünsün. Bu yəqin ki, çıxdı. Bir çıxılsın x bölünsün 1 plus x bölünsün 1 plus x bölünsün 1 çıxılsın x. Burada nəsə səhvlik var. Çünki bunları böləndə 1 eləyəcək. Və bunda ən kiçik tam qiyməti olmamış olacaq da. Yəni, sadə bir ədəd olacaq. Ona görə də burada məncə işarələr səhv düşüb. Çünki topluda da belə bir sual var idi, eynisi. Bunda belə olacaq yəqin ki. Baxın, 1 plus x bölünsün, 1 çıxılsın x. Burada plusun yerinə çıx olacaq. 1 çıxılsın x bölünsün, 1 plus x. Bunu indi sadələşdirək. 1 plus x. Onu ortaq məxrəcə gətirək. 1 çıxılsın x, 1 plus x. 1 plus x-in kvadratı. 1 çıxılsın x-in kvadratı. Bölünsün. 1 çıxılsın x vurulsun 1 plus x. 1 plus x-in kvadratı çıxılsın 1 çıxılsın x-in kvadratı. İşte bunu vurub açaq. 1 üstə gəlsin 2x plus x kvadrat. Müxtəsər vurma düsturuna görə belə etdim. Bu da həmçinin müxtəsər vurma düsturuna görə. Bunlar ixtisar gedir. Burada da bunlar islah gedir. 2 üstə gəlsin 2x kvadrat bölünsün 4x. 2-ni mötərizə xaricdən çıxartsaq 1 plus x kvadrat bölünsün 2x. Burada da hər tərəfi bölsək, 1 bölünsün 2x parçalasaq, yəni x kvadrat bölünsün 2x bərabərdir
bərabərdir 1 bölünsün 2-ni mötərizə xaricinə çıxartsaq 1 bölünsün x plus x. Burada da bizdə x böyükdür 0 verib. Bunu boşu-boşuna verməyib. Çünki biz belə bir tərs ədədlər görəndə və x böyükdür 0 görəndə Koşi bərabərsliyi yadımıza düşməlidir. Koşi bərabərsliyi düsturu belədir. A plus B bölünsün 2 böyük bərabərdir kökdə AB. Əgər bu düsturu yadınızda saxlamaqda çətinlik çəkirsinizsə, bu düsturun hardan alındığını sizə göstərim. Kökdə A çıxılsın kökdə B üstündə kvadrat böyük bərabərdir 0. Baxın, bunu açanda elə yuxarıdakı Koşi bərabərsliyi alınacaq. Çıxılsın 2 kökdə AB üstə gəlsin B böyük bərabərdir 0. A plus B bölünsün 2 böyük bərabərdir kökdə AB. İndi bu 2-də 1-i saxlayıram və bu içəridə tərs ədədləri bu Koşi bərabərsliyində yerinə qoyuram. Həmişə tərs ədədlər görəndə Koşi bərabərsliyi yadınıza düşsün. Həmçinin belə bərabərsliyi verəndə bilin ki, kökün altında olduğuna görə bunu verir. Həll eləyək. Ən çox da bu Koşi bərabərsliyi qiymətlər çoxluğunu tapanda, yəni ən kiçik, ən böyük tam qiymətləri tapanda istifadə olunur. Baxın. İndi biz həmçinin burada yazdıq ki, 1 bölünsün x plus x böyük bərabərdir 2. Baxın. Ən kiçik qiyməti 2 olduğuna görə ümumi ən kiçik qiyməti də biz tapmalıyıq. 2 vurulsun 2-də 1 bərabərdir 1. Deməli, bizim bu, baxın, bu ən kiçik qiymətimiz 1 oldu. Yəni, 1-dən böyük olur. Baxın, 2-də 1 vurulsun, 1 bölünsün x, üstə gəlsin x böyük bərabərdir 1 oldu. Amma 1 bizim təlimimizin şərtini ödəmir. Çünki 1-i qoysaq məxrəc 0 olacaq. 1 çıxılsın x-də 0-a bərabər olmadığına görə x də 1-ə bərabər olmur deyə ən kiçik qiymətimiz 2 olacaq. 22-ci sualda bizə verib ki, x, y, z ədədləri həndəsi silsilə 3x, 2y və z ədədləri isə ədədi silsilə təşkil edir. Həndəsi silsilənin vahiddən fərqli vurğunu tapın. Deməli, həndəsi silsilədə B1, B2, B3, ədədi silsilədə isə A1, A2, A3 olacaq. Biz buradan yaza bilərik ki, B1 vurulsun Q bərabərdir B2, B2 vurulsun Q bərabərdir B3. Həmçinin B1 vurulsun Q kvadrat bərabərdir B3 yaza bilərik. Həmçinin bu verilmiş ardıcıllıqda da, həndəsi silsilə ardıcıllığında da bunu yaza bilərik. X vurulsun Q bərabərdir Y, Y vurulsun Q bərabərdir Z, həmçinin X vurulsun Q kvadrat bərabərdir Z. Ədədi silsilədə isə A2 bərabərdir A1 plus A3 bölünsün 2 bərabərliyi ödənilir. Bunu da yazsaq, 2y bərabərdir 3x plus z bölünsün 2. 4y bərabərdir 3x plus z yazsaq, y-in yerinə, x-in yerinə, z-in yerinə də bunları gətirib qoysaq, 4 vurulsun x2, 3-ün yerinə də x, z-in yerinə isə x2 kvadrat qoysaq, həmçinin x-ləri atsaq, 4q bərabərdir 3 üstə gəlsin q kvadrat alarıq. Və sonra da yaza bilərik ki, q kvadrat çıxılsın 4q üstə gəlsin 3 bərabərdir 0. Q çıxılsın 1, q çıxılsın 3 bərabərdir 0. Q'müzün biri olacaq 1, digəri isə olacaq 3. Q1, Q2. Burada isə vahiddən fərqli vurğu istədiyinə görə biz 1-i yox, 3-ü götürəcəyik.
23-cü sualda deyir ki, oturacaqlarının fərqi 10, perimetri 52 sm 52 olan trapesiya çevrə xaricinə çəkilmişdir. Kiçik oturacaq A, böyük oturacaq B olsa, oturacaqların fərqi 10-dur. Perimetri isə verilib ki, 52 sm-dir. Trapesiya çevrə xaricinə çəkilmişdir deyir. Biz bilməliyik ki, çevrənin xaricinə çəkilmiş trapesiyada qarşı tərəflərin cəmi həmişə bərabər olur. Bura A plus B-dirsə, burada A plus B olacaq və biz bu və bu bərabərlikdən sistem tənliyi həll etsək, A çıxılsın B bərabərdir 10. Toplasaq hər tərəfi, 2A bərabərdir 36, A isə bərabərdir 18 olacaq. B isə olacaq 8. Kiçik oturacağın uzunluğunu bizdən istədiyinə görə, daha doğrusu burada bir səhvlik oldu. Burada B çıxılsın A yazmışam, amma burada A çıxılsın B oldu. Ona görə də şərlərini dəyişək. Burada olacaq 2B bərabərdir 36, B 18 olacaq, A isə 8 olacaq. Kiçik oturacağın uzunluğunu bizdən istədiyinə görə A 8 olacaq. İndi isə keçək 24-cü suala. 24-cü sualda deyir ki, x plus y bərabərdir 5. X çıxılsın A, üstə gəlsin 3, üstə gəlsin y plus B, çıx 13 bərabərdir 0. Biz bilirik ki, moduldan çıxan istənilən ədəd müsbətdir. Bu hər ikisi müsbət olduğuna görə bunların cəmi 0, yalnız bir halda ola bilər ki, bunların hər ikisi 0 olsun. X çıxılsın A plus 3 bərabərdir 0, y plus B çıxılsın 13 bərabərdir 0. Və buradan biz alırıq ki, x çıxılsın A bərabərdir -3, y plus B bərabərdir 13. Və bunu hər tərəfdən toplasaq biz, x plus y çıxılsın A plus B bərabərdir 10 almış olarıq. X plus y də bizə burada baxın 5 verildiyinə görə 5 çıxılsın A üstə gəlsin B bərabərdir 10. B çıxılsın A da bərabərdir 5 almış olarıq. Və bizdən A çıx B fərqini soruşduğuna görə cavabımız -5 olacaq. İndi isə baxaq 25-ci suala. 25-ci sualda deyir ki, 24 litr təmiz spirtlə dolu qabdan müəyyən miqdarda spirt götürüb qabı su ilə doldurdular. Alınmış qarışıqdan yenə həmin miqdarda götürüb qabı su ilə doldurduqdan sonra qarışıqda spirt 64% oldu. Hər dəfə qaba neçə litr su əlavə olunub? Baxın, ilk öncə qabda 24 litr spirt var idi. Sonra müəyyən miqdar, yəni x litr spirt götürdülər. Və onun yerinə qabı x litr, yəni həmin miqdar su ilə doldurdular. Sonra deyir ki, alınmış qarışıqdan yenə həmin miqdarda götürüb qabı su ilə doldurdular. Baxın, burada da deyir ki, alınmış qarışıqdan. Yəni bilirik ki, bizim spirtdən müəyyən miqdar götürüb nə qədərsə, yəni həmin miqdar da su ilə əlavə edəndən sonra bizim qarışığımız alınır. Yəni orada həm spirt, həm su olur. Qarışıqdan da müəyyən miqdar su götürəndə o təzədən yenə x litr götürməyəcəyik. Çünki buradan ancaq spirt getmir. Həm spirt gedir, həm də su gedir. Ona görə də bizim götürdüyümüz spirt bunun yəni kütlə payı qədər olacaq. Yəni spirtin kütlə payı qədər olacaq. 24 çıxılsın x bölünsün 24. Yəni nisbətlə yazdım, faizlə yazmadım. Alınmış qarışıq. Baxın, 24 çıxılsın x-dən də, x litrdən də x vurulsun 24 çıxılsın x bölünsün 24 miqdarında spirt götürdülər. Yəni oradan götürdüyümüz spirtin miqdarı, yəni kütlə payı dəyişmir. Yenə həmən kütlə payı qalır. Ona görə belə olur.
Sonra deyir ki, qarşılıqda spirt 64% oldu. Onda bu tənliyi 64%, yəni 24-ün 64%-nə bərabər eləyəcəyik. Niyə? Çünki yenə də nə qədər götürürsə, o qədər də su əlavə eləyir. Yəni orada 24 litr həmişə qalır. Həmişə qab dolu olur. 24-ün də 64%-ni tapanda eləyir 15,36. İndi yazaq. 24 çıxılsın x, çıxılsın x vurulsun 24, üstə gəlsin x-in kvadratı, bölünsün 24. Baxın, o da bərabərdir 15,36-ya. İndi bunu həll eləmək üçün hər tərəfi 24-ə vuraq. 24 vurulsun 24, çıxılsın 24x. Üstə gəlinsin mənfi 24x. Üstə gəlsin x kvadrat. Bərabərdir 15,36 vurulsun 24. 24-ü 24-ə vuranda eləyir 576. Çıxılsın 48x. Üstə gəlsin x kvadrat. Bərabərdir 15,36-nı da 24-ə vuranda eləyir 368,64. İndi həll eləyək. X kvadrat çıxılsın 48x. 48x. Üstə gəlsin 576. Bərabərdir 368,64. Bu müxtəsər vurmanın açılışıdır. X çıxılsın 24. Üstü kvadrat bərabərdir 368,64. Bunun hər tərəfindən də kök alsaq. Kökdən çıxır 368,64. Kök altında 368,64. İndi sizə bunun çox rəqəmli ədədlərin kökdən çıxartmağın asan yolunu öyrədəcəm. Baxın. 368,64. Bunu kökdən çıxardanda əvvəlcə vergüllə baxmırıq. Yəni vergülə axırda baxacağıq. Məsələn, 1241 olanda məsələn, bunu ayıranda 2 ayıracağıq. Amma bu 5 rəqəmli olduğuna görə sağdan başlayaraq 2 ayırırıq. 2 burada artıq 3 dənə ədəd olduğuna görə 3-ü bir yanda götürürük. Bizim 2 halımız ola bilər. Baxın, 4-ün nəyə vuranda sonu 4 ilə bitir. 2 və 8. Sonra 368-ə baxırıq. 368-i kökdən çıxardanda hansı aralıqda qiymət alır? 20 və 19. Bu sol tərəfə həmişə bu kiçiyi yazırıq. 19-u. Buna baxmırıq. Yəni 20-yə baxmırıq. Sonra 19-u vururuq 20-yə, eləyir 380. 380 368-dən böyük olduğuna görə biz kiçik ədədi götürürük. Kiçik ədəd 19,2-dir. Baxın, indi vergüldən sonra 2 dənə ədəd olduğuna görə bu kökdən çıxanda 1 dənə ədədlə çıxacaq. 19,2 belə çıxacaq. Eyni ilə 1241-dəki kimi, yəni 4 rəqəmli ədədlərdə də bu qaydadan istifadə, hətta daha böyük ədədlərdə də bundan istifadə etmək mümkündür. Yəni çox rahat üsuldur. İndi yazırıq. X çıxılsın 24 bərabərdir 19,2 moduldadır. Bizim 2 halımız var. X çıxılsın 24 bərabərdir 19,2 və 24 çıxılsın X bərabərdir 19,2. Bizim bu halımız doğru deyil. Çünki X-i 24-dən böyük alacağıq və qabda 24-dən çox yəni məhlul olmur. Bu səhvdir ona görə. Biz bunu həll eləməliyik. Burada da X bərabər olacaq 4,8-ə. Cavabımız 4,8.